Bəzi dolaylarda görürsən buzlaşma da var. Duz, qum səpmək lazımdır ki, yollar biraz ərisin. Camaat bir əziyyət çəkməsin. Bəzi maşınlar var qalıb orada. Kapron təkərrürat sürənlər qalıb yolda. Ötən gün bölgələrdə müşahidə edilən qarlı hava şəraiti yollarda hərəkət edən sürücülərə çətin anları yaşadıb. Belə ki, yağan qar və havanın çoğunluğu olması səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində buzlaşma əmələ gəlib. Bu səbəbdən Ağsu aşırımından hərəkət edən bəzi sürücülər yolda qalıb. Ağsu aşırımı istiqamətində təhlükəsizliyi təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndirilib. Belə ki, rayondan paytaxta doğru istiqamətlənən avtomobillər aşırıma çatmamış saxlanılıb. Sürücülərin və nəqliyyat vasitələrinin qarlı hava şəraitində hərəkət üçün yaranlığı yoxlanılıb. Sürücülərə mövcud yol şəraiti barədə məlumat verilib və alternativ yol kimi Ağsu-Kürdəmir avtomobil yolundan istifadə tövsiyə olunub. Göyçədən gəlib Bakıya gedirəm. Yolda vəziyyət Ağsu dolaylarında buzlaşma var. Yerə buz, nə duz vuran var, nə qum vuran var. Əyirlər elə buz bağlayıb. Biraz yol çətindir. Bir təhər çıxdım indi, mən təkərlərim zimlidir deyənə çıxdım. O bəzi maşınlar var qalıb orada. Kapron təkərrürat sürənlər qalıb yolda. Dünən də belə idi yəqin. Dünən bəli, dünən bundan da pis vəziyyətdir. Ağsudan gəlirik üzü Bakı istiqamətinə. Yolların vəziyyəti biraz buzdur. Çalışın biraz ehtiyatlı olun. Müəyyən yerləri normaldır. Amma müəyyən yerləri yolları buz bağlayıb. Yəni ehtiyatlı olmağınız daha məsləhətlidir. Duz, qum səpmək lazımdır ki, yollar biraz ərisin. Camaat bir əziyyət çəkməsin. Bəzi dolaylarda görürsən buzlaşma da var. İndi baxın yenə təkərə maşının səslərsə tərəz olmağında. Yaxşı olar ki, yağın bir şey olmaz. Yəni təcrübəsi olan maşın. Bəli. Burada təcrübə, sırf təcrübə istəyir da. İndi gözünün qabağında Allah'a şükür bu görürsünüz, çıxırsınız, düşürsünüz, bilirsiniz. Təcrübəsi bəzi çərişdə lazımdır. Yolları qardan və buzdan təmizləmək üçün 19 nömrəli xüsusi təyinatlı yol istismar idarəsinin işçi heyəti və xüsusi texnikası cəlb olunmuş, yollara qum və duz məhlulu səpilmiş, yollar qardan və buzdan təmizlənmişdir. Hal-hazır Bakı, Şamaxı, Yevlax magistral avtomobil yolunun 104-cü, 125-ci kilometrliklərində, eləcə də Şamaxının dağ kəndləri olan Şamaxı, Əngəxaran, Çuxuryurt, Dəmirçi avtomobil yolları qardan və buzdan təmizlənmiş, avtomobillərin hərəkətində heç bir maneə yoxdur. Hazırda bölgədə günəşli hava müşahidə edilir. Havanın temperaturu ötən günlə müqayisədə xeyli yüksəlib. Gecə saatlarında yolu buz bağlayacağı ehtimal edildiyindən mümkün qədər Ağsu dolaylarından istifadə edilməsi tövsiyə edilmir.